Sumqayıt şəhərində yaşıllıqların qorunması və Amerika kəpənəyinin yayılmasının qarşısının alınması məqsədi ilə kompleks profilaktik tədbirlər davam etdirilir. Şəhər Dezinfeksiya İdarəsinin əməkdaşları tərəfindən park və xiyabanlarda mütəmadi olaraq dezinfeksiya və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Görülən işlər çərçivəsində həftədə 2 dəfə şəhərin parklarında xüsusi preparatlardan istifadə olunmaqla ağaclar və yaşıllıq zolaqları dezinfeksiya olunur. Məqsəd Amerika kəpənəyinin yayılmasının qarşısını vaxtında almaq, yaşıllıqları qorumaq və ekoloji tarazlığın saxlanılmasına töhfə verməkdir. Tədbirlər bununla məhdudlaşmır. Dezinfeksiya işləri Sumqayıtın müxtəlif mikrorayon və məhəllələrini də əhatə edir. Əməkdaşlar əvvəlcədən müəyyən edilmiş qrafik əsasında ərazilərdə monitorinqlər aparır, risk olan məkanlarda profilaktik tədbirlər görür və zərərvericilərin yayılmasının qarşısını almaq üçün operativ şəkildə fəaliyyət göstərirlər. Profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi Amerika kəpənəyinin geniş ərazilərə yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Bu səbəbdən dezinfeksiya işlərinin mütəmadi və ardıcıl şəkildə aparılması xüsusi əhəmiyyət daşıyır. Qeyd edək ki, Sumqayıt şəhər Dezinfeksiya İdarəsi il boyu şəhərin sanitar-epidemioloji vəziyyətinin nəzarətdə saxlanılması istiqamətində geniş miqyaslı fəaliyyət göstərir. İdarə tərəfindən təkcə Amerika kəpənəyinə qarşı deyil, həmçinin ağcaqanadlar, tarakanlar, müxtəlif həşəratlar və gəmiricilərə qarşı da planlı mübarizə tədbirləri yüksək səviyyədə icra olunur. Müasir avadanlıqlardan və təsdiqlənmiş preparatlardan istifadə edilməklə görülən işlər nəticəsində şəhərin parkları, yaşayış məhəllələri, ictimai əraziləri və digər məkanları daim nəzarətdə saxlanılır. Operativ və sistemli fəaliyyət sayəsində şəhərdə sanitar vəziyyətin qorunmasına, sakinlərin rahatlığına və yaşıllıqların mühafizəsinə mühüm töhfə verilir. Mütəmadi şəkildə həyata keçirilən bu tədbirlər Sumqayıtın ekoloji təhlükəsizliyinin təmin olunmasına, şəhərin təmizliyinin qorunmasına və sakinlər üçün daha sağlam mühitin formalaşdırılmasına xidmət edir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.